Deməli, növbəti testimizin izahı sınaq 4-də 4-cü testin izahına baxırıq. 19-cu əsrin 30-cu illərində Quba üsyanı və 20-ci əsrin əvvəllərində məşrutə hərəkatının ümumi cəhəti. Konstitusiyanın qəbul edilməsi. Quba üsyanında konstitusiya yoxdur. Biz bilirik ki, 30-cu illərdə 4 dənə üsyan var. 30-da Carda, 31-də Lənkəranda, 37-də Qubada, 38-də Şəkidə komendant zülmünə qarşı. Çarizm müstəmləkə siyasətinə qarşı Quba ola bilər, amma məşrutə cənubdadır deyənə bu ola bilməz. Hərbi şura, bəli. Bir Qubada hərbi şura var 1837-də. Bir Gəncədə hərbi şura var 1920-də Sovetin dövründə olacaq. Bir də Təbrizdə var 1908-ci ildə hərbi şura. Bir də 1919-cu ildə Ağaca ilə Gürcüstan arasında hərbi müqavilə bağlananda Denikinə qarşı hərbi şura orada var. Cavab C bəndi. İri feodalların taxıl möhtəkirliyi bu Cənubi Azərbaycandadır. Əhalinin komendant bu da Şimali Azərbaycandadır. Eyler-Venn diaqramına əsasən paytaxtları rəqəmlərlə verilmiş dövlətlərin 13-cü əsr tarixini. Mən 13-cü əsr axtarım. 1 Təbrizdir. 2 Bakıdır. 3 də Oxşarlıq olacaq. Teymurilər dövləti 13-cü əsrdə Teymurilər dövləti yoxdur. A-nı sildim. A-nı silək variantlarımızdan. Deməli A getdi, B getdi, D getdi. Qalmışam C ilə Y-nin yanında. Kəsranilər sülaləsinin hökmranlıq etməsi 13-də, kəsranilər olub 1382-yə qədər. Yazıram 1-ə B-ni. Monqolların birinci yürüşünə məruz qalması, yox 1-ə B-ni niyə yazıram? Kəsranilər hardadır? Bakıda. 2-yə yazıram B-ni, uşaqlar 2-yə B-ni. Monqolların birinci yürüşünə məruz qalması, Təbriz Monqolların birinci yürüşünü görməyib Bakı görərdi yenə də. 2-yə C-ni də yazıram. Deməli 2-yə də BC yazanda heç elə variantım hələ ki yoxdur. Xarəzmşah Cəlaləddin tərəfindən süquta uğradılması bu Eldənizlərdir. Təbrizin tutulması ilə Eldənizlər süqut olunub. Sonra 1-ə yazaram yəqin ki. Eldənizlərin də paytaxtı həmin dövrdə Təbriz idi. İraq Səlcuq Sultanı 3-cü Toğrul məğlub edilməsi, bu da 3-cü Toğrul Həmədandadır. Yeni də silirəm. Deməli A-ları sildim, Y-lər də getdi C-dən. Uyğun cavabım çıxır Y variantı. Bir dənə baxaq. 1-ə yazıb mənim üçün Təbrizə D-ni, Cəlaləddin tərəfindən bəli 1225-də tutularaq süquta uğradılıb. 2-yə yazıb B-ni, Kəsranilər sülaləsi hökmranlıq edib, düz deyir. 3-ə də yazıb C-ni, Monqolların birinci yürüşünə məruz qalıb. Əslində Təbriz məruz qalmayıb, amma hücum olunub da, yəni tuta bilməsələr də hücum olunub. Götürərəm Y variantı. Bizansdan fərqli olaraq Xəzər xaqanlığı Albaniya ilə müttəfiqlik münasibətləri saxlamışdı və oxşardı hər ikisi. Peçenik hücumlarına məruz qalmışdı. Hər ikisi peçenik hücumuna məruz qalıb deyənə götürmürəm. 1091-də Bizans, Xəzərlərdəki elə mövcud olduğu dövrdə. Slavyanların bəzi ərazilərdə məskunlaşması, bu Bizansda var, xalqların böyük köçündə məskən salıblar, hətta feodalizm inkişafını təkan verirlər. Xəzərdəki elə süqut etdirən Slavyanlar olub da. Erkən feodalizm dövründə süqut etmişdi, bəli. Bizans klassikdə süqut edib 1453-də, amma Xəzər erkən orta əsrlərdə süqut edib 965-də. 4-ü götürərəm. Ərəblərin Şərqi Avropaya irəliləməsinin qarşısını, bəli, Şərqi Avropaya girişini ərəblər alırdı, Xəzərlər alırdı qarşısını, Qərbi Avropaya girişini isə franklar alırdı. Cavabım 4-5. Daha sonra Əlincə qalası təslim olub 1400-də, Cahanşah Heratı imzalayıb 1459-da, Azərbaycan Cəlalilərin tərkibinə qatılıb 1367-də Şirvanla. Sonra Əsəd döyüşü olub 1410-cu ildə, Monqollar Azərbaycanın ikinci yürüşə başa çatması da 1239-cu ildədir. Burada deməli uyğun cavabım daha sonra baş verən B bəndidir. 1459. Şimali Azərbaycanda milli demokratik hərəkatın inkişafında milli burjuaziyanın rolu nədən ibarətdir? Burjuaziyanın rolu nə olar? Ziyalıları pul xərcləyirlər, ziyalılar iş görürdü. Viborq bəyannaməsi bu 1-ci dumadadır. Milli demokratik hərəkat uşaqlar
bir neçə mərhələyə bölünür. Birinci mərhələsi 1875-də ikincidən başlayır 1904-ə qədər. İkinci mərhələsi 4-17-dir. Üçüncü mərhələsi var hətta 17-18-ci illərdə, yəni 17 fevral inqilabına qədər ikinci mərhələdir. 17-18 o belə deyək müəyyən bir dövr, üçüncü dövrdür. Birinci dövrdə bu ziyalılar qəzet falan yazırlar. İkinci dövrdə əsasən partiyalar yaranır. Üçüncü dövrdə müstəqillik dönəmidir. Viborq bəyannaməsi bu Dumaya aiddir. Yəni milli burjuaziya neyniyər? Milli burjuaziya əsasən ziyalıları önə çəkirdilər ki, qoy əhali milli şüurunu oyatsınlar. Müsəlmanların ehtiyacını özündə əks etdirən ərs halları bunu Topçubaşov hazırlayıb, yeganə ilə Topçubaşovun adı ilə bağlıdır. 4-cü Dövlət Dumasının çağırılması bu burjuaziyanın əlaqəsi yoxdur, ziyalılarla bağlıdır. Nəşr-i Maarif və Nicat cəmiyyətini yaradıblar, bəli. Bunlar xüsusi orqanlar idi ki, burjuaziyanın ziyalılar oturub orada biri pul xərcləyirdi, biri də başını işlətirdi, belə deyək. Tiflisli ağaların şəxsi hüquqları ilə bağlı komitə, bu da 1942-yə aiddir. Yəni bunun milli şüurla əlaqəsi yoxdur. Cavabımız olacaq D variantı. Səlcuq Osmanlı oxşar. Şimali Afrikada ərazilər ələ keçiriblər. Səlcuqlar Afrikaya qədər gedib çıxıblarmı ki, götürməyək bunu, götürməyək. Şimali Afrikaya Səlcuq getməz də, Osmanlı gedər. Bizans dövləti ilə mübarizə, bəli, Səlcuqla mübarizə aparıb, 1071-də Bizansla aparıb, 1453-də bunu götürüm. Oğuz tayfalarına mənsub olması, bəli, türkdülərdə. 1-ə gedir BC. 1-ə BC gedəndə qalır Y-lə C. Fərq. Abbasilər xilafətinin asılı hala salınması. Səlcuqlar asılı eləyib Abbasilər 1055-də fərqdir bu. Düz deyir. Teymurlərlə müharibədə məğlub olması Səlcuq Teymuru görməyib Osmanlıya aiddir. B-ni də götürərəm fərqi. Anadolu torpaqlarına sahib olmasa hər ikisi bunlar Anadoludur. Ona görə uyğun cavabım Y variantı. 37-də göstərilənlər məqsədidir. Hindistanın Qaradəniz sahillərini birləşdirən ticarət yollarını ələ keçirmək, Xəzərə çıxmaq. Romalılar məqsədidir. Cavab Pompeyin Albaniya hücumunun C variantı. 38. Xəritədə işarələnmiş dövlətin Azərbaycan Xalq Cümhuriyyəti ilə siyasəti. Söhbət İngiltərədən gedir. 18-də. Qacarlar dövlətinin AXC ilə dostluq müqaviləsinin imzalanmasına şərait yaradıb, amma 18-də yox 20-də. A səhvdir. Mənə nə deyir? Uyğunluğu tapıram. Bakını Azərbaycan Osmanlı qoşunlarının hücumundan qorumaq üçün qoşun göndərmişdi. 18-də olar. Denstelindən gedir. General Thomson rəhbərliyi altında AXC hakimiyyəti ilə əməkdaşlıq olar. 1-ə yazaram BC-ni. Hələ ki öz ağlımdan 1-ə yazaram BC-ni. 19-da Naxçıvan general qubernatorluğunu biz özümüz yaratmışıq. Denikin təhlükəsinə qarşı bu Gürcüstandır. Xəzər dənizində hərbi donanma, bəli. 19-da Thomson gedəndə avqust ayında verib bizə. Cavabım A variantı. Roma sərkərdəsi Antoni və Roma imperatoru Mark Trayan oxşar cəhəti nədir? Yəni ki, partiyana dalışmaqdır da. B bəndi. Eradan əvvəl 38-də Antoni, bizim erada da Mark Trayan. Cavabım çıxacaq B variantı. Azərbaycan xilafət dövlətinə aid deyil. Ərəblər Sasani dövlətinin vergi sistemini tamamilə dəyişdi, yox, dəyişməyib, bir səhvdir. Vergi yığılmasına nəzarət edən amil. Amil ərəbin dövründə idi, yəni bu aiddir. İlk vaxtlardan etibarən bütün önəmli vəzifələrə ərəblər təyin olunurdu. Yox, bu da aid deyil. İlk vaxtlarda yerli əhali idi, sonradan yerli əhalini qovub ərəblər gəldilər. Bu da aid deyil. Cavabım 1-3. D variantı. İşğal olunan ərazilər əminliklərə bölünürdü. Bəli. 40-da yoxun. Cavabım D variantı. 41. Şəddadilər dövlətinin Qaraxanlı ilə oxşar, Rəvadi ilə fərqli. Samanilərə qarşı mübarizə Şəddadi Samani görməyib. A-nı sildim. Səlcuqlar tərəfindən süquta uğradılması Şəddadi ola bilər, amma Qaraxanlı yox. Qaraxanlı Xarəzm və Qara Kitaylar süqut etdirib. Əməvilər sülaləsinin asılığı Qaraxanlı Əməvi görməyib. Məlik Şahın qoşunlarına məğlub olması, bəli, Məlik Şah Şəddadini süqut etdirib, Qaraxanlılar da ağır vergilərini asılı edib. D bəndi. Rəvadidən fərqi odur ki, Rəvadini Alparslan süqut etdirib.
10-cu yüzilin ikinci yarısında meydana gəlib? Xeyr. Demək, Qaraxanı 9-da yaranıb. Cavabımız çıxır D variantı. 42. Şəmsəddin el tutmuş Hindistanın bəzi ərazilərini tutaraq mövqeyini möhkəmləndirdi. Bu Dehlidən danışır da. Nə deyir ki bizə? Mətnə əsasən fəaliyyətindən bəhs olunan Dehli Sultanı Mahmud Qəznəli ilə ümumi cəhəti. Yəni biz el tutmuşdan Mahmud Qəznəvini oxşatmaq istəyirik burada. Oxşadaq da. Abbasi xilafəti tərəfindən sultan titulu alıb. Bəli, Mahmud Qəznəvi alıb, el tutmuş da alıb, hətta ən yaxın dostuydu. 2. Monqol hücumlarına qarşı mübarizə. Mahmud Qəznəvi Monqol görməyib, səhvdir. Hindistan şimalında bəzi ərazilər tutublar. Bəli, Dehlilər Hindistanda yaranıb, Mahmud Qəznəvi də tutub. Ölkə ərazisində türk mənşəli tayfaların yerləşdirilməsinə icazə verilməsi. Əslində bəli, Mahmud Qəznəvi əvvəlcə Xorasandakı üsyana görə Səlcuqları qovmuşdu. Sonra icazə verdi ki, gəlin məskunlaşın. Bu el tutmuş da ki, Xarəzmşah Cəlaləddinə kömək eləyib də türk. Uyğun cavab olar. Hindistan əsası qoymuş dövlətə başçılıq. Yox, Mahmud Qəznəvi Hindistanda deyil ki. 43. 15-ci əsr abidələri ikisini verib, ikisini də biz qoyuruq. Biri Həsən Padşah camisidir, biri də Qeysəriyyə bazarıdır. İkisini də uzun Həsən saldırıb. Mərdəkandakı dairəvi qala bu 13-14-ə aiddir. Birdəki Naxçıvan Gülüstan türbəsi də 13-14-ə aiddir. 19-cu yüzilliyin sonlarında Bakıda hərbi vəziyyətin elan olunması ilə nəticələndi. Kəndlərin hərbi vergiyə 1887. Bu nə əlaqə? Fəhlələrin ilk mütəşəkkil tətil, bəli, 1895-də ilk mütəşəkkil tətillərini keçiriblər. Elə bir ki, 70-lərdə ilk tətillərdir, 95-də ilk mütəşəkkil tətillərdir. Ona görə də hərbi vəziyyət elan olunub ölkədəki sakitçilik olsun. Drakon qanunlarının qəbul edilməsində məqsəd aristokrat həyatını qoruyurdu da C bəndə. 45-də C bəndə olacaq, özünü qorumaq, əmlakını qorumaq. Xalq yığıncağında ali hakimiyyət orqanı xalqı kimdir adam sayan? Kəndlərin borcu bu salondur. Hər bir vətəndaş vəzifə bu perikldir. Yad ellərin Afinaya gəlməsi qadağan bu Spartaya aiddir. 46. Monqol canişinləri yerli feodalları sıxışdırdı, Bəndərin üsyanı oldu. Bəndər Monqola qarşı deyil, Cəlaləddinə qarşı daha səhvdir. Yəni bir səhvdir. Şahrux Teymuri ölümü Teymurilərin Sərdurud döyüşünə məğlub olması. Xeyr, Sərdurud döyüşü Şahruxdan əvvəldir, Miranşahın dövrüdür. 2 də səhvdir. Bir neçələr sildim, yerdə qalıb 3-4. Şeyx Üveys Təbrizi ələ keçirdi, Hülakilər süqut elədi. Xeyr, Hülakiləri Şeyx Üveys yox, Qızıl Ordu süqut edirib. 3 də səhvdir. Deməli cavabım 4-5-dir. Qaraqoyun dövlətinin yaranması Azərbaycanda siyasi birliyə türklərin düz. Toxtamış Buxara Səmərqəndə gedir deyən Azərbaycanı Teymur tərk edirdi. Düz 4-5. Qazan xan tərəfindən qadağan edilməmişdir. Kəndlərin getməsi qadağan idi. Torpaq sahəsi verilməsi qadağan idi. Vergi hakimlərinin vergi yığması qadağan idi. Rəiyyətin evində qalmaq qadağan idi. Rabitə işçilərindən xalqdan pul almaq da qadağan idi. Nə oldu bəs bundan? Kəndlilər bir yerdən gedə bilməz. Deyir ki, B-yə baxın, Monqol qoşununda deyir, xidmət eləyənlərə torpaq vermək qadağan deyildi. Torpaq irsi keçməsi qadağan idi. Cavab ver bəndə. Məntiq. Xlodiyo xristianlığı qəbul edirdi. Qaliya üzərində öz hakimiyyətini möhkəmləndirdi. Sonra nə oldu? Sonra nə olacaq? Dövlət yaradacaq da özü üçün. Nə olacaq? Cavab. Frank krallığı. Krallıq yox, krallıq 843-dür. Qərbi Roma imperiyasından sonra Qərbi Avropanı ilk dəfə birləşdirən Böyük Karl olacaq. Xlodvig imperator olmayıb, Kapetinglər də Xlodvigdən sonradır 8-ci əsrdə. Cavab dayı olacaq orada, çünki Avropada Roma-German mədəni birliyinin meydana gəlməsinə şərait yarandı. Bu cümləni xüsusi yadınızda saxlayın. Deməli, Xlodvigin bu siyasəti Roma-German mədəniyyətini inkişaf etdirdi. Həmişə tədbirli addımlarla fərqlənən Şirvan hökmdarı Qaraqoyunluların siyasi gücünü düzgün qiymətləndirmədi. O əvvəlcə Sultan Əhmədi müdafiə etdi, oğlunu ora göndərdi. Deməli, Şirvanşah 1-ci İbrahimin mətnində bəhs olunan
xarici siyasətin nəticəsində heç nə Qaraqoyunla danışıq olublar da, cavab B bəndi. Kür döyüşündən danışır. Deyir, heç kim saymadı, axırda getdi Qara Yusuf asıl oldu. Venn diaqramına çıxaram Ərəb, Monqol, Teymuriləri. Deməli, Terek çay sahilində qələbə qazanan Teymurilər 3-ə yazdım hanı. Cənubi Çini tutan Monqollar da 2-yə yazdım B-ni. Mərkəzi Asiyanın işğal olunması hamısını yazaram. Hamısı Mərkəzi Asiyada 4-ə yazaram C-ni. Sasani dövlətinə son qoyan ərəblərdir. Söhbət gedir Sasani 651 xəlifələr dövründən. Sonra Y-yə baxaq, Hindistanın hərbi yürüş hamısı. Onun cavabım C variantı. 51. Qaştarite rəhbərlik etdiyi müstəqillik uğrunda hərəkatın baş verməsinə nə təsir göstərdi? Heç nə İskitlər gəldi, Ahşeridə, Qaştaritedə qudurdu. Söhbət gedir Y variantından. Midiya qoşunları Uaş döyüşündə Midiya yoxdur, Manna var. Urartu hökmdarı xalq hərəkatını himayə etməsi Urartu heç bizim xalq adam saymırdı. Astur hökmdarı Sargon üsyançılarla vuruşmada həlak. Qaştaritenin dövründə Sargon yoxdur, Aşurbanipal var. Əhali arasında Zərdüştlüyün sürətlə yayılması. Xeyr, bu da Zərdüştlüyün sürətlə yayıla bilməz. Aşurlar Manna dövləti və İskiti görüb qudurdular. Y variantı. 52. Verilən hər çox xüsusiyyətin aid olduğu ərazi. Ərəblər tərəfindən Veskotların məğlubiyyətə uğradılması 4-dən gedir də söhbət. Böyük Karl tərəfindən hərbi yürüyüş. Aragon Kastiliya İspaniyadan gedir də söhbət 4. Növbəti 20-ci əsrin əvvəlində Şimali Azərbaycanda dövlət kəndləri bir yerdən başqa yerə köçmək hüququ yox idi, bəli. Sonra kəndlilərin nəsli istifadəsinə verilən torpaqların sahəsi dəqiqləşdirildi. Onlar qoy götürün. Götürün də. Dövlət kəndləri xüsusi torpaq mülkiyyətinə çevrildi. Bəli, götürün bunu da. Kəndlər çəmək otlar meşəyə görə pay ayrıldı kəndlilərə. 20-ci əsrin əvvəlində Şimali Azərbaycanda dövlət kəndlərinə, söhbət dövlət kəndlərindən gedirsə, uyğun cavab elə ki 4 olacaq. 2, 4. 1-dən 3-ü götürə bilməyəcəm. 2, 4. Niyə? Dövlət kəndlə bir yerdən başqa yerə köç etmək hüququ ləğv olunmayıb. Bu yanlışdır. Nəsli istifadə var idi. Dövlət kəndləri xüsusi torpaq mülkiyyətinə çevrilmirdi. Onlar dövlətin torpağını istifadə edirdi. Ona görə 2, 4. İkinci Göytürk və Uyğuru oxşadım. Tabe etdiyi Türk tayfaları üsyan qaldırıb olar. İkinci Göytürkə qarşı Uyğurlar, Uyğura qarşı Qırğızlar. Hakimiyyət uğruna mübarizə olar. Çinlilərlə uzun sürən müharibələrin aparılması. Yox, Uyğur belə də uzun sürən müharibə aparmayıb, ona görə yox. Sonra dini pərakəndəlik. İkinci Göytürkdə dini pərakəndəlik yoxdur. 1-də var, 2-də yox. Cavabım 1, 2. Erkən Tunc dövründə əkinçiliyin inkişafına səbəb nədir? Oturaq həyat bu neolitdədir. Torpaq toxa neolitdədir. Qoşqa heyvan, bəli, bir də sürüsü var ama. Cavab 3, 4. Xronologiya. Xərəclər hakimiyyətə gəlsin 1290, 2-ci Urpan çıxış eləsin 1095, Əmir Teymur Dehliyə getsin 1398, Böyük Səlcuq İmperiyası süqut olunsun 1038. Mən uyğun cavabım necə gələcək? 2, sonra 4, sonra 1, sonra 3. Yeni oturaq feodal əyanlarının himayə olunması. Deməli, bunu yazaram Qazan xanım. Bizi çəkdi öz tərəfinə. Mülakilərin vassalı kimi hakimiyyətini qoruması. İkinci Axistan olar. 2 yazaram B-ni. İraq Səlcuq Sultanı 3-cü Toğrulun məğlubiyyətə uğradılması. 3-cü Toğrulu məğlub edən Qızıl Arslan idi. 1-ə yazaram C-ni. Xəlifənin razılığı ilə özünü sultan təyin eləyən, xəlifənin razılığı ilə, yəqin ki Qızıl Arslan olar da. 1-ə bir dənə D-ni də yazım. Yam adlanan dayanacaqlar da yam. Yamlar ərəbdədir. Amma harada da var?
Yam de, Yedə, ərəbdə Rabatdır. Hərbi məskənlər. Bunlarda Yam var idi. Poçt. Deməli, söhbət Qazan xandan gedir. Deməli, 1-ə yazırsan C ilə D-ni, 2 yazırsınız B, 3-də yazırsınız A-la Y-ni. Teymurlənk şahmat oynayan bir şəxs filan peşməkən. Mənbənin əvvəlində Əmir Teymur nəyə görə qələbə qazandığı döyüşü Türk dünyasının gələcəyi üçün faciə hesab edir. Nədir ki bu? Deyək, Konstantinopolin tutulmasını 51 il gecikdirdiyi üçün. Yıldırım Bəyazıt Əmir Teymurla toqquşmaya gətirib çıxaran 3 səbəb. Anadolu bəylərinin kömək istəməsi, düşmənləri olan Hülaki ilə Qaya Yusifin gedib Osmanlıda gizlənməsi, bir də ticarət yolları. Tarixi bilgilərdən əsasən hansı amil Ankara döyüşündə Əmir Teymurun qələbəsini təyin etdi? Deməli, həm Anadolu bəyləri xəyanət edib keçmişlər Osmanlı tərəfə. Ən yaxşı giriş-çıxışı onlar bilirdi. Həm də ki, Teymurun yanında Şirvanşahlar var idi, Ağqoyunlular var idi. Ona görə.